Kur'an-ı Kerim'de Allah-u Teala Cəlal Rabbim buyurur ki, Allah-u Teala melekleri hüccetin üzerine indirir. Yer üzerinde hüccet olmasa melekler inmez. Bu nas denizdir. Ve her il Ramazan ayı olur. Her ilde Ramazan ayının Qədir geceleri olur. Buna da Kur'an-ı Kerim'de Kadir suresi birbaşa dəlildir. Ve heç bir nə əhl-i sünnə, nə də əhl-i şiyədə dəlil sabit olmayıb ki, Kadir suresi nəsx olunsun. Kadir suresinin nəsxi yoxdur. İmam Cafer Sadık aleyhisselam buyurur, bir salava zikredeyin inşallah. Allahumma salli ala Muhammed ve ali Muhammed. İmamət bəhsini etmeyin. Eğer etmeli olsanız Kadir suresinden edin. Ebu Besir İmam Cafer Sadık aleyhisselama sual verir. Ya İmam, Kadir suresiyle biz imameti necə isbat, necə subut edək? İmam Cafer Sadık aleyhisselam buyurur. Kadir suresinde 4. ayədə Allah-u Teala buyurur. Bismillahirrahmanirrahim. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر. Məna nədir? Tənəzzəl sözü nazil olmaq sözündən götürülür. Nazil olar mələklər və ruh Allahın əmrini yerinə yetirmək üçündür. İndi ruh nədir? Nədəndir? Onda işimiz yoxdur. Bunda da şiə təfsirçiləri, mühəddisləri geniş izah verirlər. Eğer ki sualımız budur, imamət yoxdursa, sonuncu imam doğulmayıbsa, hər il Qədir gecəsi mələklər kimə nazil olur? Çünkü mələklər hüccətə nazil olmalıdır. Hüccət yoxsa mələk kimə nazil olur? İnşallah ki bu da imamətin dəlillərindən biridir. Gülzarım Zəhra, havadarım Zəhra, məni koyma tenha, Ali bir kəsdir.